Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı ixrac da edirik, o cümlədən də qaz. Ona görə də limitlər ləğv olunmalıdır. Amma ümid edirəm ki, limitlərin ləğv olunması ilə paralel qiymət artımı həyata keçirilməz. Bu sözləri İqtisadçı Natiq Cəfərli Milli Məclisdə müzakirə olunan elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tarif təklifini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, limit ləğvi və sabit tarifə keçid zamanı qiymətlərin 20% civarında artma ehtimalı var. Hesab edirəm ki, qiymət artımı olsa, bu biznesə də mənfi təsir göstərəcək və ümumilikdə ölkədə inflyasiyaya təkan verəcək. Ona görə də ümid edirəm ki, bahalaşma olmayacaq. Ekspert qeyd edib. Qeyd edək ki, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan elektroenergetika haqqında və qaz təchizatı haqqında yeni qanun layihəsində sabit aylıq tarif tətbiq edilməsi təklif olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox uşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflərə münasibətini açıqlayıb. Nazirlikdən bildirilib ki, qanunvericiliyə əsasən 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edilir və uşağın 18 yaşı tamam olan ayın sonuna dək ödənilir. Qeyd edilib ki, hazırda Respublika üzrə 3000-ə yaxın qadına, 12700-ə yaxın uşağa görə bu müavinət növü ödənilir. Qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır. Xatırladaq ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev və bir sıra deputatlar çox uşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflə çıxış edib. Musa Quliyev komitə iclasında qeyd etmişdi ki, aidiyyatı orqanına çox uşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur və onlar da bu məsələdə müsbət fikirdədir. ABŞ ordusu İranın nüvə proqramı ilə bağlı məsələni həll etmək üçün ABŞ prezidenti Donald Trumpa bir sıra hərbi variantlar təqdim edib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Michael Kurilla deyib. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmədə ondan ABŞ Mərkəzi Komandanlığının ABŞ liderinin göstərişi ilə İranın nüvə silahına sahib olmasının önünü almaq üçün böyük güclə zərbə endirməyə hazır olub-olmadığı soruşulub. O, Müdafiə Naziri və Trumpa müxtəlif variantlar verdiyini bildirib. Rus dili xarici ideoloji ekspansiya təhlükələrinə qarşı mübarizə üçün əsasdır. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Shoigu Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə çıxışında deyib. Əlbəttə, Rus dili xarici ideoloji ekspansiya təhdidlərinə qarşı mübarizə üçün əsasdır. Ölkəmiz Rus dilinin istifadəsini məhdudlaşdırmaq, Rus mədəniyyəti və ədəbiyyatını ləğv etmək, ənənəvi Rus mənəvi əxlaqi dəyərlərinə zidd münasibət qurmaq cəhdlərinə uğurla müqavimət göstərir. Qarabağı hələ də mübahisəli ərazi kimi təqdim edən ölkə, Azərbaycanın strateji tərəfdaşı olmadığı kimi, bu ölkəyə heç bir halda Xankəndidə konsulluq xidməti açmağa yaşıl işıq yandırıla bilməz. Bu sözləri politoloq İlxan Şahinoğlu, Prezident Putinin köməkçisi Medinskinin Ukraynada atəşkəsi Qarabağla uğursuz müqayisə etməsinə cavab olaraq deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova, Prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara tamamilə fərqli bir məna verməməyə çağırıb. Biz kontekstdən heç nə çıxarmırıq və faktları təhrif etmirik. Prezidentin köməkçisi Russia Today kanalına müsahibəsində bunu deyib. Əgər münaqişəni cəbhə xəttində dayandırıb, əsl sülh olmadan sadəcə atəşkəs bağlansa, bilirsinizmi, Ermənistanla Azərbaycan arasında mübahisəli Qarabağ bölgəsi var idi. Bu region böyük bir Qarabağa çevriləcək.
Yəni Medinski demək istəyib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olsa, Kreml istəyinə nail ola bilməyəcək və Donbas Qarabağ kimi mübahisəli əraziyə çevriləcək. Bu baş verməsin deyə Kreml Ukraynada məsələni köklü həll etmək istəyir. Birincisi, Azərbaycan Qarabağı işğaldan azad edib, Rusiya isə Donbası işğal edib. İkisi arasında ən böyük fərq budur. İkincisi, keçmiş işğalçı dövlət olan Ermənistanın hakimiyyəti müharibədən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Ukrayna isə işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyib. Bir məqamı da nəzərə almalıyıq ki, Medinskinin Qarabağla Donbas arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil, köməkçisi olduğu şəxs isə onun kimi düşünür. Sadəcə, Azərbaycan ordusunun qələbəsi Kreml sahibinin reallığı qəbul etməyə məcbur edib. Ancaq belə bir adamın bir gün reallığı dəyişmək istəmədiyindən əmin ola bilmərik. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bir sıra hüquqi və fiziki şəxslərinə yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Bu barədə Ukrayna prezidentinin saytında məlumat yayılıb. Qeyd olunub ki, sanksiya siyahısına 9 hüquqi və 50 fiziki şəxsin adı əlavə edilib. Rusiyanın şahid puallarından istifadə etməsi təhlükəsi ilə əlaqədar Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Qeyd olunur ki, xəritədə Sum, Poltava, Kharkov, Donetsk, Dnepr, Zaporojye, Xerson, Nikolayev və Krivograd vilayətləri qırmızı rənglə qeyd olunub. Dünən Ermənistanda keçirilən növbəti məhkəmədə ölkənin keçmiş prezidenti Seyid Sərkisyan haqqında qərar dəyişdirilib. Sərkisyana qarşı ölkədən çıxış qadağası ləğv olunub. Bunun əvəzinə 5 milyon dram girov tətbiq olunub. Qeyd edək ki, Korrupsiyaya qarşı mübarizə məhkəməsində dünən Ermənistanın 3-cü prezidenti Sərkisyana qarşı onun müdafiə naziri olduğu dövrdə İsaqov prospektində torpaq sahələrinin özününkiləşdirilməsi ilə bağlı cinayət işinə baxılıb. Özbəkistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Rusiya ərazisində yoxlanılması ilə bağlı narahatlığını bildirib. Bu barədə Nazirliyin mətbuat katibi məlumat verib. Onun sözlərinə görə, ölkənin Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edib. Biz qanunsuz yoxlamalar, hörmətsizlik və kobud rəftar halları ilə bağlı məlumatlardan narahatıq. ABŞ prezidenti Donald Trump, İsrail baş naziri Benjamin Netanyahuya İrana qarşı hərbi əməliyyata qarşı olduğunu deyib. Bildirilib ki, telefon danışığı zamanı Trump Netanyahuya İranın nüvə proqramı ilə bağlı razılıq üçün real şəraitin olduğunu və diplomatik yolun hələ də gündəmdə olduğunu qeyd edib. Qeyd edək ki, ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahu arasında telefon danışığı baş tutub. Yəməndəki Hüsi üsyançıları növbəti dəfə İsrailin paytaxtı Tel-Əvivdəki Ben Gurion hava limanına zərbə endirib. Bildirilib ki, obyektə doğru 2 raket buraxılıb və onlardan biri birbaşa aeroporta düşüb. İsrailin hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirə bilməyib. ABŞ prezidenti Donald Trump hərbiçilərin Los Angeles'ta olması ilə vəziyyətin daha çox nəzarətdən çıxacağından narahat olmadığını deyib. O, jurnalistlərə açıqlamasında Milli Qvardiya qoşunlarının Los Angeles'ta təhlükə tamamilə soğuşana qədər qalacağını açıqlayıb. Trump ən fövqəladə addım olan üsyan aktına müraciət edib etməyəcəyi ilə bağlı sualı cavablandırıb. Əgər üsyan olsa, mən buna mütləq müraciət edərəm. Baxacaq, ancaq sizə deyə bilərəm ki, dünən gecə dəhşətli idi və ondan əvvəlki gecə daha dəhşətli olub. Slovakiya Avropa Birliyinin Rusiyaya qarşıdan gələn sanksiyalar paketini dəstəkləməyəcək. Buna ölkənin baş naziri Robert Fico deyib. Avropa Komissiyası Slovakiyanın düşəcəyi böhranlı vəziyyətin real həllini təqdim etməsə, Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyəcək. O qeyd edib ki, Rusiyadan qaz, neft və nüvə yanacağı tədarükü tamamilə kəsilsə, Slovakiya üçün böhranlı vəziyyət yaranacaq.